Yox, mən hesab eləyirəm ki, buna sadəcə olaraq Amerikanı məcbur elədilər. Xüsusilə Rusiya prezidenti keçən səfər nüvə qoşunları ilə bağlı müəyyən təlimlər keçirildi. Şimali Koreyada müəyyən sınaqlar həyata keçirirlər və Amerika Birləşmiş Ştatları yeni dünya siyasi nizamında artıq öz hərbi qüdrətini daha da qabarıq şəkildə göstərməlidir. Rusiya prezidenti daima nüvə silahı ilə bağlı təhdidlər irəli sürür. Hələ ötən gün Poseidon torpedo, bilirsiniz ki, dənizaltı raketi o nüvə yanacağı ilə işləyir və Vladimir Putin bunu elan etməsi, belə bir raketin analogu olmadığını vurğulaması, həmçinin Sarmat raketi və digər qitələr arası nüvə başlığı daşıyan raketləri Rusiya tərəfi sınaq keçirdiyi üçün təbii ki, Amerika Birləşmiş Ştatları bu istiqamətdə addımlar atmalıdır. Ona görə də Donald Trump nüvə sınaqları ilə bağlı həmin imzalayıb. Bilirsiniz ki, hələ bir neçə ay bundan əvvəl Amerika Birləşmiş Ştatları öz nüvə sualtı qayıqını da Rusiya sahillərinə göndərmişdi. Yəni, böhran var. Sadəcə olaraq Rusiya tərəfi burada öz nüvə arsenalını nümayiş etdirmək, Rusiyanı çalışır ki, fövqəli dövlət statusu əldə etsin, qərbə qarşı ekstensial müharibə aparır və nüvə təhdidini də əlində tutur və bunun sınaqların keçiriləcəyini, belə təlimlər və növbəti mərhələdə sınaqların keçirilməsi nəzərdə tutulur. Əslində bir növdə qorxur, çünki açıqlamasının davamı o idi ki, birinci Birləşmiş Ştatlar, Rusiya və Çin də və yaxın 5 il ərzində də Çin Birləşmiş Ştatları keçə bilər deyə ola bilsin ki, bir narahatlığı var. Bəli. Ona görə də mən düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının bu nüvə sınaqlarına keçilməsi barədə belə qərarın verilməsi bu Çinin və Rusiyanın küncə sıxışdırılmasıdır. Çünki Amerika Birləşmiş Ştatları 2-ci Dünya müharibəsində nüvə bombasına istifadə edir və bir çox hallarda bu Kaliforniyanın səhralarında belə bir əməliyyatlar, sınaqlar keçirilirdi, həmçinin Sakit Okeanda da. Yəni görünür ki, Amerika Birləşmiş Ştatları Sakit Okeanda müəyyən adalarda belə bir sınaqlar keçirməyinə Çin və Rusiyaya qarşı çox sərt mesajlar verəcək.